Son günlərdə xüsusən Milli Məclisin iclasında bəzi həm intiqam hissi ilə alışıb yanan şəxslər, həm də özünü səs-küy ilə göstərməklə yeni hakimiyyətlə vəzifə almaq istəyən bəzi şəxslər çox ciddi cəhdlərlə o məsələləri rəhbərliyi ilə həll eləyəsiniz, məni maraqlandırmır. Tez-tez burada yerlərindən qışqırırlar ki, bunların hamısını həbs eləmək lazımdır, güllələmək lazımdır. Demokratik hərəkata başqa məqsədlə yox, ideyalarına görə qoşulmuş şəxslər heç bir repressiyadan, heç bir həbsdən, başqa tədbirlərdən çəkinməyiblər və çəkinməyəcəklər. Və dünənki və bugünkü iclasın ssenarisindən də görünür ki, burada müəyyən addımlar atmağa hazırlaşırlar. O cümlədən maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, fasilə zamanı mən yarım saatlığa Ali Sovetin binasını tərk eləmək istəyəndə buna yol vermədilər. Dedilər ki, siz burada qalmalısınız. Mən bir sıra şəxslərin sevincini başa düşürəm və təbrik edirəm. Ancaq hətta bu əvvəlcədən düşünülmüş senarinin növbəti addımıdırsa da bununla bizi qorxutmağa heç kim nail olmayacaq. Bəlkə də Ali Sovetin indiki sədri Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanı gözləyən təəssüf ki, bəlaları görməmək üçün yaxın müddətdə bəlkə də ən yaxşı yerdə həbsxanadır. Çox sağ olun. İsa bəy,